Son illər rezidenturada qəbul yerlərinin sayının əsas ali baza tibb təhsilini bitirən məzunların sayına uyğunlaşdırılması aparılır. Bu zaman mövcud klinik bazaların imkanları, onların hazırlanması da nəzərə alınır. Hazırda rezidenturada ailə həkim ixtisası da var və bu sahədə mütəxəssislər yetişdirilir. Ailə həkimlərinin bölgələrdə təminatı ilə bağlı təkliflər də hazırlanır. Bu sözləri Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin bugün keçirilən iclasında Azərbaycan Respublikasının Əmək Məcəlləsində əhalinin sağlamlığının qorunması haqqında, özəl tibb fəaliyyəti haqqında və dərman vasitələri haqqında qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşu çərçivəsində Səhiyyə Nazirliyinin İnsan Resursları, Elm və Təhsil Şöbəsi müdirinin müavini Təranə Əhmədova dedi. O həmçinin qeyd etdi ki, tibb işçilərinin yerlərdə paylanılması ilə bağlı problemlər mövcuddur. Əsas konsentrasiya olunub tibb işçiləri Bakıda, şəhərlərdə, böyük şəhərlərdə və bölgələrdə çatışmazlıq var. Bununla da bağlı layihələr üzərində iş gedir, təkliflər hazırlanır. Belə bir Səhiyyə Nazirliyində və bununla da bağlı müəyyən bir təkliflər irəli sürüləcək. Eyni zamanda 65 yaş həddi ilə də bağlı, onu da qeyd etmək istəyirəm ki, çalışmanın son həddi dövlət müəssisələrində tibb mütəxəssislərinin 5 il müddətinə hər il 1 il olmaqla çalışma müddətinin uzadılması ilə bağlı belə bir tədbirlər görülür. Ehtiyac olduğu halda, zəruri olduğu halda həqiqətən də peşəkar tibb mütəxəssislərinin çalışma müddəti uzadılır, qanunvericiliyə uyğun olaraq. Tibb işçilərinin sertifikasiya imtahanlarında da dəyişiklik nəzərdə tutulub. Təkmilləşdirməyə əsasən suallar sadə, orta və mürəkkəb olmaqla ayrılacaq. Layihəyə əsasən tibb işçiləri həm imtahan verərək, həm də kredit balı toplamaqla şəhadətnamə ilə təmin oluna bilərlər. Bunlar imkan verir ki, tibb mütəxəssisi yalnız ancaq təlimə getməklə və ya bir fəaliyyətlə yox, müxtəlif fəaliyyətlərdə iştirak eləməklə öz bilik bacarığını artırsın. Kredit ekvivalentlərdə çox fərqli olacaq. Elə misal üçün elmi fəaliyyətlə bağlı kredit ekvivalentləri daha yüksəkdir. Yəni fəaliyyətin növündən asılı olaraq kredit qiymətləndirmələri də fərqli olacaq. Bütün tibb mütəxəssislərinə şamil olur, istər dövlət müəssisələrində isə özəl müəssisələrdə çalışan bütün tibb mütəxəssislərinə şamil olunacaq. Qeyd edək ki, sertifikasiya imtahanından keçə bilməyən tibb işçiləri üçün iş yeri və aylıq tarif maaşı 6 ay müddətində saxlanılacaq. Bu müddət ərzində işçi 6 ayın sonunda yenidən sertifikasiya imtahanlarından keçmək hüququna malik olacaq.